Oğlanlar arasında qulaq sındırmaq dəbə düşüb. Gənclər bunu idmançı görünüşü yaratmaq üçün edirlər. Salam, bu peşə hardan ağlınıza gəldi? İlk dəfə də qarşılaşırıq bu halla. Nə qədər vaxtı iş qurmaq barədə düşünürdüm. Taksi işləyən dostlarım var. Onlarla məsləhətləşirdim domino oynayanda. Bundan 3 ay qabaq idi. Yəni oturmuşduq dostlarla. Hər işdə necə çətinlikləri var, onlardan danışırdıq. Elə oldu ki, taksi işləyən dostumun biri dedi ki, qaqa, mən bu işdə ağı da görmüşəm, qaranı. Dedi, bir qulağımın dibi qalıb. Ona ki, görə bilmirəm. Dedi, baxın görək orada bir problem var. Baxdım, gördüm təmizdir. Hara baxırdınız? Qulağın dibinə. Gördüm təmizdir, dedim, zarafa dedim. Dedim, Afik, adı Afikdir dostumun. Dedim, Afik, bu qulağını kəs at. Heç arxasını görməyə də daha ehtiyac qalmasın da. Dedi, kəsmək yox, amma idmançı olsam, onsuz da sınıq olardı qulağım. Elə o an qulağımın üstündə bir işıq yandı. O başın üstündə olmur ki, bəyəm? Yəni də o tərəfdə. Avtomobili olan gənclər bu yolla zəhmli qaqaş təəssüratını yaratmaq istəyirlər. Dedim, gəl sındırım qulağını. Ona da məntiqli gəldi. Sındırdım. Gördüm, xoşuna gəldi. Üstündən 1-2 gün keçdi. Zəng vurdu, deyir ki, millət qorxur məndən, atış gələ bilmir. Qeyd edək ki, həkimlər də bunun təhlükəli olduğunu, hətta qulaq çürüməsinə belə gətirib çıxaracağını bildiriblər. Həkimlər bunun təhlükəli olduğunu deyir axı. Onsuz da həkimləri hər zaman dinləmək məsləhət deyil. Həkimlər özləri bəzən pasiyentin xəstə ayağını qoyub sağlam ayağını kəsirlər. Siz də bunu paylaşanda düzgün başlıq qoyun. Durduq yerə suyu bulandırmayın.